Hər kəsə salam. Xəstəxanada olarkən bunları bilmək vacibdir. Gəlin başlayaq. İlk öncə, where does it hurt? Yəni, haran ağrıyır? I feel dizzy. Yəni, başım gicəllənir. I feel nauseous. Ürəyim bulanır. I'm allergic to, for example, nuts. Yəni, qoz fındığa allergiyam var. Take a deep breath. Yəni, dərindən nəfəs alın. I have a sharp pain in my chest. Yəni, sinəmdə bərk ağrı var, kəskin ağrı var anlamına gəlir. Please, lie down. Zəhmət olmasa uzanın. How long will the recovery take? Yəni, sağalmaq nə qədər vaxt alacaq? I need to take your blood pressure. Yəni, təzyiqinizi ölçməliyəm. Are there any side effects? Yan təsirləri varmı? Bəs görək, bu sözlərin tərcüməsini bilirikmi? Patient, prescription, appointment, symptom, emergency room, over the counter, and ward. Comment below.